Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə fransızların Tənbəl Dovşan adlı nağılını danışacağam. Bir dəfə uzaq ölkələrin birində yay çox quraqlıq keçirdi. O qədər uzun müddət yağış yağmadı ki, meşədəki çaylar belə qurumuşdu. Heyvanlar susuzluqdan əziyyət çəkirdilər. Meşənin bütün heyvanları susuzluğa çarə tapmaq üçün bir yerə toplaşmışdılar. Qərara gəldilər ki, su tapmaq üçün hamısı əl-ələ verib bir quyu qazsın. Amma dovşan quyu qazmağa kömək etmək istəmirdi. Olmaz, mən qaza bilmərəm. Mən çox kiçiyəm, zəifəm, gücsüzəm. Pəncələrim də balacadır, deyirdi. Dovşanın özünü belə naza qoymağı digər heyvanların heç xoşuna gəlmədi. İstəmirsən işləmə, deməklə kifayətləndilər. Beləliklə ciddi iş başladı. Fil, ceyran, aslan, hətta sərçə belə çalışır, hər kəs digərindən daha çox qazmağa can atırdı. Dovşan isə ağacın kölgəsində tənbəllik edir, yatır, arabir gözlərini açıb işləyənləri süzür və öz-özünə düşünürdü. İstəsəm də işləyə bilmərəm. Mən çox balacayam. Bütün heyvanlar dovşana qarşı hirsli idilər. Hətta qazdıqları quyudan buz kimi soyuq, dumdurusu çıxanda dovşana vermədilər. Mənə nə? Vermirsinizsə verməyin. Onsuz da bugün olmasa sabah verəcəksiniz. utanmırsan? Dəvəquşu özünü saxlaya bilmədi. İşləməyə gəlmədin, amma su içmək istəyirsən. Biz də balacayıq. Baxsana. Sərçələr dedi. Amma dimdiyimizdə torpaq daşıdıq. Kömək etdik. Dovşan qətiyyən bu sudan içə bilməz. Aslan da razılaşmadı. Bəbir bütün gecə keşik çəkəcək və dovşanı su içməyə qoymayacaq. Dovşan küsüb kolların yanında gizləndi. Bütün gecə susuzluqdan yata bilmədi. Səhər açılanda heyvanlar quyunun başına gəlib su içirdilər. Növbəti gecə quyunun başında fil keşik çəkməli oldu. Dovşan fili çox sevirdi. Fil mənə mütləq bir qurtum su verər, deyə fikirləşərək ümidlə filin yanına getdi. Fil gündüz çox işlədiyinə görə yorğun idi. Buna görə də quyunun başında keşik çəkərkən yuxuya getmişdi. Dovşan fili oyatmaq istədi, amma bacarmadı. Axırda nə əlac qalıb, onun palas kimi iri qulağını qaldırıb bağırdı. Fil qorxub yerindən elə tullandı ki, təlaş içində quyunun yanında qalaqlanmış daş torpaq yığını ilə toqquşub, bütün torpağı quyuya tökdü. Quyu yenidən bağlandı. Fil ağlamağa başladı. Nə içəcəyik bundan sonra? Səhər o biri heyvanlara nə deyəcəyik? Heç nə olmaz. Dovşan dedi. Birlikdə qazarıq. Amma sən zəifsən, kiçiksən, gücsüzsən. Olsun. Sən bir də mənim işləməyimə bax. Həqiqətən də dovşan səhərə qədər əlləşdi. İki zəhmətkeş heyvan quyunu təzədən qazdılar. Səhər heyvanlar yuxudan oyananda quyu yenidən su ilə dolu idi. Fil olanları digər heyvanlara danışdı. Hamı dovşanın çalışqanlığını alqışladı. Artıq dovşan da quyudan su içə bilirdi. Doyunca sudan içdi. Sonra da bığlarını sildi. Yorğun idi, amma bu şirin yorğunluq idi. Kiçik heyvan tənbəlliyinin cəzasını belə ödəsə də, digər heyvanların alqışlarını qazanıb, doyunca su içərək mükafatına da qovuşmuşdu. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.